Rəşad, başlayırıq Astara turuna. İnşallah gedirik, xeyirlisi ilə, gec də çıxmırıq, süper vaxta çıxırıq. Axşam 6. Dostlar, salam. Dediyimiz kimi Astara turu bugün başlayır. Biz şəhərdəyik artıq, buradan Astara turuna başlayırıq. Rəşad, bacararıq səncə? İnşallah qardaşım, əlbəttə bacararıq. Biz 3 nəfər özdə sürətli sürən, motivasiyalı amiri də indi qarşılaşır. Onu hardan götürəcəyik? Sahil qəsəbəsindən. Hava da küləklidir. Bax, həddindən artıq külək çoxdur. Yəni, baxın da, özünüz görürsünüz, küləkli havadır, amma bizi qorxudmur. Çünki biz neçə illərdir velosiped sürürük, hamı bilir. Yolumuz Astara. Bəyənin, uğurlu olacaq inşallah yolumuz. Yenə təkər partladı. Yenə biz yolda qalmışıq. Yenə partlayır. Nə batıb bilinmir. Belə gözəl mənzərədir. Tələmək. Başa düşmədim, nə deyir? Aycan qardaşım, başa düşmədim. Aleyküm salam. Sonra balı qardaşım aparım da, nə oldu? Yox, Astaraya gedirik, istəyər deyə, amma ki, Astaraya gedirik. Velosiped düzəldən yer tanrısı qabalım. Yox, var hər şey, hər şeyimiz var. Hər şey var. Hə, sağ ol qardaşım, var olasan. Mən də elə bir maşını tələmək lazımdır. Allah ürəyimə görə. Var olasan qardaşım, çox sağ ol, var ol. Sağ ol. Bəli. Yardımsevər insanlarla qarşılaşdıq. Bu vaxtı hardasınız? Bax. Bro, necəsən bro? Necəsən? Gəldik sahil qəsəbəsi. Sahil qəsəbəsi nə burası? Bəli, sağ qəsəbəsi, Qadamakitin qabalı. Çatdıq sahil qəsəbəsinə. Kofe fasiləsi vermişik. Özümüzdə çox vəsiyyətlə yaşayırıq. Valla hər deyirəm, biz yol çıxanda ləzzətlə çıxır. Düz demirəm qardaşım. Velosiped bizim həyatımızdır. Əsas Samir müəllim. Nuş olsun uşaqlar. Uzaq yolların nəyidir? Eksperti sayılır. Hər dahası. Belə deyirlər mənə, özüm tərpənmək istəmirəm. Tanıya-tanıyırlar mənə. Çox sağ olun, minnətdarım. Sürü, sağlam qalın. Yenə partladı. 85 kilometr artıq getmişik. Plakatın yanındayıq. Astaraya qalıb 205 kilometr. Biz artıq Salyandayıq. Çox maraqlı keçir. Hava sərin. Üçlü qrup halında gəlmişik. Samir, qapqarasan eşitdim. Samir, o su da qarasan, qaranlıqda biraz da qara görünürsən. Gözü işığı yandırır. Ləbləbi ilə qabağa gedir. Hamı görsün. Təşəkkür edirəm, mən çəkdiyiniz üçün. Samir, danış. Əlindəkini göstər. Bu ləbləbi Sirrini göstər Samir. Sirri nədir? Ümumiyyətlə Uzaq yollar velosiped. ancaq çərəz, meyvə. Çərəz dediyimiz yəni qoz, fındıq, Qoz, badam. fındıq, ləbləb, kişmiş, belə şeylər də qarışır. TV çəkilişdir, nədir bu? Və Gecə balon vaxtı sürüyür. bunlarda... Rəşad, Hə qaqa, bir bizi sən çəkər. də həmişə qoz fındıqla bacarırsan bütün Şəmkirə getmək, hər bir yerə getmək. Qardaşım, mən uca artıq qoz fındığın başını buraxmışam, siz keçmişsiniz şey maşallah. Mən Məndən göstərim. çox Əsas mən keçmişəm. Göstərə bilərəm. Bax belə. Bəli. Bu qaydada Salyana gəlib çıxıram. Bu qaydada. Yəni yolumuz hələ bundan sonra bilmirəm 150 idi, ya 200-dür, Astarayıdır. Gördün. İsti su yazılı sular vardı. Onlardan yoxdur mineral. Hardadır o? Yox, xala deyil onlar. Onu mən də bilirəm. Bu velosiped hə? Bu velosiped. Yox, velosiped. Hardan gəlib ora 100? Bakıdan Astaraya. Niyə?
Elə belə. Məzələrsən. Vallahi. Sən məzələnsin, mənim məzələm. Heç nə qardaş, yorulmayasın, gecənin xeyri qalsın. Samir it nəfsinə Bu gəlir. dəfə amma sənsən Samir. İndicə elədi, indicə dəyişdi, yenə də partladı. Təzədən partladı. Qaldıq Bir dənə- yolda, bir özə dənə- qaranlıq. Bir dənə də ciddi video paylaşacağım. Yorğunluq var Rəşad. Yorğunluq. Ha. Biz çatdıq istirahət mərkəzinə. Velosipedlər buradadır. Saat 5-ə işləyib. Biz amma hələ də velosiped sürürük. Belə gözəl yerlər var. Maraqlı bir yer. Həmişə velosiped sürün, sağlam olun. Heç vaxt kompleks eləməyin. İstədiyiniz kimi yaşayın həyatı. Səhər 6 biz hələ yoldayıq Astaraya. Təxminən olaraq 160 kilometr qalıb. Hava əladır, sərin. Ne kaldırdı ve esnekçiler de bildiğinde. Ama gelmedi falan götürdüler böyle şak. Gətir başa dökün. Bumbuz, davay. De. Yok. Bumbuz. Öyle eləməyin, adam minikli var. Mesela Yay deyə götürə bilərik. Nasrin olmayan vaxtı. Hə. Desəm ayağım yanır, ölürəm. Kötün yeri de onu demiştin ona. 40 köşe. 40. Ay bəs kök. Ayında. Mesajı görsəm də cırılmışdı gülmə. Salam aleyküm. Kakolasa buradan necə getmək olar? Elə belə gedim hə? Sağ ol, çox sağ ol. Qəbirstanlığın yanıdır da. Çox sağ olun. Hə, buradan düz getməliyəm dedilər. Salam aleyküm. Nədə? Yanıbsa ha? Hə. Bahani uşaqlar. Salam aleyküm. Uşaqlar. Onlar bilməm Astaraya getdilər. Bana burada zəng eləsədim mən çıxarım səni. Mən yol tapa bilmirdim bayaqdan. Geyinə də bilmədim mən. Lazım belə. Marketdən bir iki şey götürmək olar. Marketdən nəsə götürmək olar. Nə istəyirsən? Su götürərdim. Rəkəm. Şirin su. Gəl Rəkəm. Var? Ha. Bək də, hə? Su da qutardı, susuzluqdan da ölürəm. 20 kilometr susuz gəlmişim. Bu bizim səhər yeməyimiz, kənd həyatı. Festivalçılar səhər yeməyi. Velosipedçilərin sağlam həyat yeməyi. Biz Rəşadla gəlmişik. Rəşad da burada. Yuxudan təzə durub. Olsun. Yorğun. Rəşad necədir? Necə keçdi? Qardaşım, həqiqətən o diz ağrısı, bel ağrısı, gün yandırma dəyər. Bu mənzərələrə, bu gözəlliklərə həqiqətən də kənd havası möhtəşəm bir şeydir. Adamın Super. ürəyi açılır. Həqiqətən turumuz çox möhtəşəm oldu. Çox əla oldu. Dostlar, biz rayon turlarını çəkib göstərməkdə məqsədimiz odur ki, istəyirik ki, bütün insanlar sağlam həyat yaşasın, motivasiyalı olsun, heç nə dərd eləməyin, kompleks eləməyin. Sadəcə özünüz üçün yaşayın, həyatı sevin, bizim kimi. Mənim 30 yaşım olsa da, toyuqların sətə imkan vermir. 30 yaşım olsa da, yenə də həvəsliyəm həyata, həyatı sevirəm. Siz də elə olun, həyatı sevin hər zaman. Sadəcə velosiped sürün. Yəni, rayon turları eləməsəz də, ən azı hər gün 1 saat, 2 saat velosiped sürsəz, nə qədər gümrah olduğunuzu hiss eləyəcəksiniz. Astaranın Şəkəran kəndinə çatmışıq hal-hazırda. Burada gözəl mənzərələri sizə göstərmək istəyirdim. Mənzərə budur dostlar. Yəni, buna görə biz turlara gedirik, rayonlara gedirik ki, biz həyəcan yaşayırıq, stres atırıq. Həm sizə də göstəririk bu mənzərələri. Balaca dostumuz da burada. Tamam, narahat olma. Salam göndər hamıya.
Rəşad oradadır gördüyünüz kimi. Həmişə kimi yanımdadır. Gözəl mənzərə. Yəni demək istəyirəm dostlar, həmişə velosiped sürün, sağlam qalın. Yəni dediyim kimi, hər gününüzü son gün kimi yaşayın. Həyatdan zövq almağı bacarın. Bizə baxın, bizdən motivasiya alın. Mən demirəm siz də bizim kimi uzaq məsafələrə gedin, yəni rayon turları edin. Ən azından parklarda sürün, ya nə bilim, özünüz üçün istirahət edin bir sözlə. Dediyiniz kimi, biz Bakıdan gəlmişik. Təxmini 300 km yenə məsafə qət eləmişik. Rəşadla mən gördüyünüz kimi. Dostlar, demək istəyirəm ki, biz Astaradayıq hal-hazırda. Sadəcə insanların aurası o qədər bizə xoş gəldi ki, bizi tanısalar da, tanımasalar da, burada hər kəs, istər velosipedçi olsun, istər sadə adamlar olsun, qarşı-qarşıya gəlirlərsə salam mədəniyyəti var. Hər kəs bir-birini salamlayır. Yəni bizə bir sözlə Bakıdan gələn bir insan üçün, yəni qəribə olur ki, necə olur ki, yəni insan məni tanımır, amma mənə salam verir. Yəni çox xoş olur bizə. Bir sözlə demək istəyirəm ki, dostlar, hər zaman velosiped sürün. Mən göstərəcəm sizə kadrları da. İnsanlar burada hər kəs velosiped sürür. Velosiped mədəniyyəti var. İstəyərdik ki, Bakı cəmaatı, Bakıda olan insanlar da bu nəqliyyatdan istifadə eləsinlər. Çünki bu həyatı həm sağlam yaşamağa kömək olur, həm də ki, sənin həyat tərzin artıq dəyişmiş olur. Sən tıxacda qalıb əsəb keçirmirsən, daha tez çatırsan evivə və yaxud da sən cavan qalırsan. Yəni, tıxacda qalıb əsəb keçirməyin, velosipedlə işə gedib gəlin və bu daha da zövq verəcək sizə. Tənbəllik eləməyin, əziz həmvətənlərim. Çalışın, tənbəl olmayın. Evdən çıxın, velosiped sürün, əylənin. Fərq etməz, işə getməsəz də olar. Əsas odur velosiped sürün, parkda sürün. Həyatdan həzz almağa çalışın, heç sənə dərd eləməyin, hər şey yaxşı olacaq. Dəstək olun bizə də motivasiya vermiş olacaqsınız. Yəni, hər şey qarşılıqlı olacaq. Hər kəsə uğurlar. Bəyənib, dəstək olmağı unutmayın.